Mahsun Kimya kanalından hər birinizə salamlar. Baxacağımız mövzu alkanlar və sikloparafinlərin ətraflı yazılı cavab tələb olunan tapşırıqlarıdır. Baxacağımız suallar isə 2, 7, 8 və 9-cu suallardır. Sual 2. Sualda nə deyir? 2 müxtəlif alkan verilib və deyilir ki, qeyri-polyar kovalent rabitələrinin sayı hər ikisində bərabərdir. Qeyri-polyar kovalent rabitələrin sayı alkanlarda necə hesablanırdı? N-1 ilə. Düzdür? Bu o deməkdir ki, əgər N-1 hər ikisində eyni qiymət, yəni A-dırsa, bunların karbon sayı nədir? Bərabərdir. Məsələn, C2H6 və yaxud C10H22. Yəni, karbon sayı ya hər ikisində 10, ya hər ikisində 2 və yaxud hər ikisində N-dir. Daha sonra nə deyir? Deyir ki, X və Y molekullarında rabitələrin yaranmasında cəmi 52 elektron iştirak edib. Necə hesablayacağam? 52-ni ilk növbədə neçəyə böləcəm? 2-yə. Niyə? Çünki bunların hər ikisinin karbon sayı bərabərdir. Karbon sayı bərabərdirsə, onların yaratdığı rabitə sayı da bərabərdir. 52-ni 2-yə böləndə neçə eləyir? 52 bölü 2 bərabərdir 26. Demək, bir alkanın rabitələrinin yaranmasında 26 elektron iştirak edib. Və mən bilirəm ki, 2 elektron bir rabitə yaradır. Yəni, 2 elektrona bir rabitə əmələ gəlirsə, 26 elektrona neçə rabitə əmələ gələr? Məsələn, x qədər. X bərabərdir 13. Yəni, həm x-in, həm də y-in molekulunda 13 rabitə var. Daha sonra nə edirəm? Alkanların rabitə sayının tapılması düsturundan istifadə edirəm. Alkanlarda ümumi rabitə sayının tapılması üçün 3n plus 1 düsturundan istifadə edirdik. Düzdürmü? 3n plus 1 bərabərdir 13. Buradan n bərabərdir neçə olacaq? 1 atacam bura. 3n bərabərdir 12, n bərabərdir 4. Deməli, hər bir alkanın molekulunda 4 dənə karbon var imiş. C4H10. Baxaq indi digər hissəsinə. Burada deyir ki, ikili karbon atomunun olub-olmaması, X-də ikili karbon atomu yoxdur. X-də ikili karbon atomu yoxdursa, demək onun quruluşu necə olacaq? Bu şəkildə. Baxın, 4 dənə karbon var, amma ikili karbon atomu yoxdur. Y-də isə ikili karbon atomu var. Deməli, Y-in quruluşu necə olacaq? 1, 2, 3, 4. Bu şəkildə. Baxın, 1, 2. 2 dənə ikili karbon atomu var. Məndən nə soruşur? Deyir, A-nı və X-in beynəlxalq üsulla adını müəyyən edin. Qeyri-polyar kovalent rabitələrinin sayı alkanlarda necə hesablanırdı? N-1 düsturu ilə. Düzdür? N-1 bərabərdir. N neçə idi? 4. 4 çıxılmış 1. O da bərabərdir 3. Deməli, A neçə imiş? A bərabərdir 3. Daha sonra nə deyir? Deyir, X-in beynəlxalq üsulla adını müəyyən edin. X hansıdır? İkili karbon atomu olmayan. Beynəlxalq üsulla adını müəyyən etsəm, bura 1, bura 2, bura 3 yazıram. 2 metil nə olacaq? Propan. Demək, cavab nə imiş? Cavab 3 və 2 metil propan imiş. Sual 7. Sualda nə deyir? Deyir ki, 2 dənə maddə verilib, X və Y. X alkandır, Y sikloalkan. Molekulunda hibrid orbitallarının sayı birində N, digərində N plus 8-dir. Bu nə deməkdir? Baxın, hər ikisində normalda, yəni alkan və sikloalkanlarda hibrid orbital sayı necə tapılırdı? 4n düsturu ilə. Düzdürmü? Burada göstərilən 8, yəni bax bu 8, 4n bərabərdir 8 deməkdir. Yəni, burada nə fərqi var? N fərqi var. Çünki hər ikisində onsuz da bu hibrid orbital sayı 4n, 4n-dir. Burada birində n, digərində n plus 8 olmağı onu göstərir ki, bu n-in sayında fərq var. 4n bərabərdir 8-dirsə, n neçədir? N bərabərdir 2. Bu nə deməkdir bəs? Bu da o deməkdir ki, alkanla sikloalkan arasında, yəni X və Y arasında 2 karbon qədər fərq var. Yəni, əgər alkan CH4-dürsə, sikloalkan neçə olacaq? C3H6. Bu şəkildə. İndi mənə nə deyir? Deyir ki, MLY çıx MLX fərqini hesablayın. X budur, Y də bu. Y-dən X-i çıxsam neçə qalar? Bunun kütləsi 42-dir.
Bunun kütləsi 16. 42 çıx 16 bərabərdir 26. Deməli, birinci tapdığım rəqəm nə oldu? Yəni, 1-in qiyməti oldu 26. İndi baxaq digər hissəsinə. Deyir, B çıx A fərqini hesablayın. Yəni, hidrogen atomlarının sayının fərqini hesablayın. Y-də 6 dənə hidrogen var. X-də isə 4 dənə. 6 çıx 4 neçə eləyir? 6-dan 4 çıxan eləyir 2. Deməli, digər cavabımız nə imiş? 2 imiş. Yəni, 26 və 2. Sual 8. Sualda nə deyir? Propanın monoxlorlu və dixlorlu törəmələrinin sayını müəyyən edin. Monoxlorlu nə deməkdir? Propanda olan hidrogenlərin biri xlorla əvəz olunsun. Bəs dixlorlu nə deməkdir? Propanda olan hidrogenlərin ikisi xlorla əvəz olunsun. Propan necə yazılır? C3H8. Düzdür? İndi monoxlorlu deyirsə, C3H7 xlordan söhbət gedir. Dixlorlu deyirsə, C3H6 xlor 2-dən söhbət gedir. İndi biz bunları nə edəcəyik? Bunların quruluşunu yazacağıq. Yəni, müxtəlif radikallara birləşən xlorları yazacağıq. Baxaq birinci monoxlorlu törəmələrinə. Monoxlorlu törəməsi necə olacaq? Bir dənə M ilə yazıram. Bu şəkil olacaq da. 1, 2, 3. Bir dənə bura xlor birləşə bilər. Digəri isə 1, 2, 3. Bir dənə bura xlor birləşə bilər. Bu oldu nə? Monoxlorlu törəmə. Mən bunu başqa bir variant ilə yaza bilmərəm. Niyə? Çünki baxın, bu xloru mən götürüb bura qoysam, yəni buradan bu xətti silib bura bir dənə xlor birləşdirsəm, eyni şey olur. Fərq eləmir. Sanki güzgü effektidir. Və yaxud mən bu xloru buradan götürüb bura qoysam, bu yuxarıda yazdığımız olacaq. Yəni bu olacaq. Bura qoymasam, bura qoysam, yenə nə olacaq? Sanki bunu götürüb bura qoymuş kimi olacaq. Yenə güzgü effekti verəcək. Yəni monoxlorlu törəmələrin sayı neçə oldu? 1, bu yazdığımız birinci və bu altda yazdığımız ikinci. 2 dənə monoxlorlu tərəməsi var. Bəs yaxşı, dixlorlu neçədir? İndi buranı silək, dixlorunu yazaq. Dixlorlu tərəmələrini də elə D hərfi ilə işarə edirəm. Bu necə olacaq? Baxın, bir bu şəkildə ola bilər. Bu xətt qoyduğum yerin hər birinə bir xlor birləşə bilər. Bu olsun birinci. Daha sonra bu şəkil ola bilər. Birin bura birləşdirərəm. 1, 2. Bu olsun ikinci. Daha sonra necə gələ bilərəm? Daha sonra necə yaza bilərəm? Baxın, 1, 2, 3. Birin bura birləşdirərəm. Birin bura birləşdirərəm. Bu oldu üçüncü. Sonra bir dənə də yazaram. 1, 2, 3. Birin bura birləşdirərəm. Birin də bura. Aha. İndi baxaq görək neçə dənə burada cəmsi dixlorlu törəməsi var. Baxın, 1, 2, bu 3, 4. Deməli, 4 dənə də nə oldu? Dixlorlu oldu. Monoxlorlu bərabərdir 2, dixlorlu bərabərdir 4. İndi məndən nə istəyir? Elə saylarını istəyir. Deməli, cavab nə olacaq? Cavab olacaq 2 və 4. Sual 9. Sualda nə deyir? Siklopropan və butandan ibarət qaz qarışığının tam yanması zamanı. Yəni, neyin yazacağım? İlk öncə yanma reaksiyasını yazacağım. Reaksiyaları yazdığıma görə məsələnin digər hissəsinə baxa bilərəm. Nə deyir? Deyir ki, verilmiş qrafikə əsasən başlanğıc qaz qarışığında olan siklopropanın qramla kütləsini və yanma reaksiyasına sərf olunan oksigenin mol sayını hesablayın. İlk öncə nə edirəm? Bunların hər birini 1 mol kimi götürürəm. Yəni, öz yazdığım reaksiyada olanları. 1 mol bunun qarşısına yazıram, 1 yazıram bunun qarşısına. Deməli, 1 mol C3H6 yananda 3 mol karbon qazı və 3 mol H2O əmələ gəlir. Düzdür? 1 mol C4H10 yananda isə 4 mol karbon qazı, 5 mol su əmələ gəlir. İndi baxın, burada mollara nəzər salsam, cəmi 7 mol karbon qaz əmələ gəlib. 8 mol su. Düzdürmü? İndi mən nə edirəm? Qrafikə baxıram. Baxın, qrafikdə yuxarıda duran hissə var. Görürsünüz? Və aşağıda duran hissə var. Mən bunların kütləsinə əsasən yuxarıda duranın və aşağıda duranın hansının ola biləcəyini təyin etməliyəm. Baxaq, 7 dənə CO2-nin kütləsi nə qədər eləyir? 7 CO2-nin kütləsi eləyir, 7 vurulsun 44. O da bərabərdir 308 qram. 8 dənə H2O-nun kütləsi nə qədər eləyir bəs? 8 vur 18, o da eləyir 144 qram. Düzdürmü? Baxın, 308 qram CO2 alınıb, 144 qram su alınıb. Deməli, 154, yəni yuxarıda duran hissə karbon qazına aiddir. Aşağıda duran hissə, yəni 72 olan hissə isə suya aiddir. Buraya yazıram CO2, burada yazıram su. Aha, indi baxaq görək.
bizdə başlanğıc qaz qarışığında siklopropan nə qədər olub? Onu necə taparam? 154 308-in yarısıdır. Düzdürmü? 308 böl 154. Neçə eləyir? Eləyir 2. 72 isə 144-ün yarısıdır. Yəni 144 böl 72 bərabərdir 2. Bu nə deməkdir? Bu o deməkdir ki, bu maddələrin hər biri yarısı qədər reaksiyaya daxil olub. Yəni 1 mol C3H6 deyil, 0,5 mol C3H6 və eyni ilə 0,5 mol C4H10 reaksiyaya daxil olub. İndi mən buradan nəyi tapıram? Bunu mənə dediyin. Yəni ki, başlanğıc qaz qarışığında siklopropanın kütləsi nə qədər imiş? Siklopropan hansıdır? C3H6. C3H6-nın öz kütləsi nə qədərdir? 42. Bəs yaxşı, bu 1 molun kütləsidir. Bunun 0,5 mol nə qədər edəcək? 42-nin yarısı qədər. 42 böl 2, o da bərabərdir 21. Deməli, başlanğıc qaz qarışığında 21 qram nə olub? Siklopropan olub. Daha sonra deyir ki, sərf olunan oksigenin mol sayını hesablayın. Baxın, bunların hər biri 1 mol girəndə nə qədər oksigen sərf olunur? 11 mol. Düzdür? 11 mol oksigen sərf olunur. Bəs yaxşı, bunların hər birindən 1 mol yox, 0,5 mol girərsə necə olacaq? Yəni 11-i nə edəcəm? Böləcəm 2-yə. 11 böl 2, o da bərabərdir 5,5 mol oksigen. Yəni ki, 5,5 mol oksigen bu qarışığın yanmasına sərf olunub. Cavabımız nə olacaq? Cavab olacaq 21 və neçə? 5,5. Belə, gəldik çatdıq artıq videomuzun sonuna. Əgər siz də bizimlə hazırlaşmaq istəyirsinizsə, istər MİQ və sertifikasiya olsun, istər abituriyent hazırlığı olsun, yuxarıda göstərdiyimiz nömrəyə və eyni zamanda Instagramdan Masum Kimya kanalına yazıb maraqlana bilərsiniz. Hələlik görüşənədək